İmişlidə 9 may tədbirləri zamanı SSR bayrağı qaldıran Rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb. Aldığımız məlumata görə İmişlidə Salih Səmədovun geniş bir iqtisadi imperiyası var. Kral Saray adlı Qışadlıq Sarayı, Kral Çay evi şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt və şirə zavodu, hipermarket, kalbasa sexi, malqara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istirixanası fəaliyyət göstərir. Bu fəaliyyətlərin arxasında görünür ki, prezidentin hər il ayrılan vəsaitlərindən sui-istifadə edərək mülki əldə edən bir milyoner durur. İqtisadi gücünü artırarkən müasir dəyərlərə əks bir addım ataraq SSR bayrağını qaldırması cəmiyyətdə ciddi narazılıqlara yol açıb. Cənab Səmədovun bu cür hərəkətləri sözsüz ki, bölgədəki sosial ədalət anlayışını sarsıdır və onun şəxsiyyətini müzakirə obyektinə çevirir. Cəmiyyət bu cür liderlərin fəaliyyətini qəbul etməyə bilər. Çünki hər kəsin gözlədiyi ədalət və şəffaflıqdır. Beləliklə ümid edirik ki, prezidentimizin etimadını ödəməyə bacaran məmurlar gənc nəsillərə nümunə olacaq. İbrət götürməyimizi və doğru yolda irəliləməyimizi təmin edəcəklər. Bu daha sağlam və ədalətli bir cəmiyyətin yaranmasına əsas olacaq. Kanal 8 xəbər Aygün Qərib qızı Ağcabədi.